Herkese salam. Bu günləri Temudan alış-veriş bağlamam gəlib. Deməli, özümə yeni bir aksesuar qabı almışam. Bu ara çox aksesuar aldım. Bunları yerləşdirmək üçün aksesuar qabı almağa qərar verdim və aksesuarlarımı yerləşdirərkən də videosunu çəkib sizlərlə paylaşacağam. Daha sonra 39 razmer ayaqqabı geyinirəm və bol olsun deyə 40 razmer sifariş verdim. Amma 41 gəlib. Düzdür, biraz bol oldu, amma rahat olduğu üçün sevdim. Yəni geyinəcəm yəqin ki. Bu krem mənim üzümə çox yaxşı təsir eləyir. Yağlı olduğu üçün həm nəmləndirir yaxşı, həm də ki üzümü yağlandırmır. Daha sonra belə bir şirin yay sumkası almışam, yay çantası almışam. Bu çantanı çox bəyəndim. Balaca olsa da gündəlik əşyalar, telefon, cüzdan içinə rahat yerləşir və qısa şəkildə əldə götürmək üçün daha çox bəyəndim. Bu şəkildə istifadə eləməyi daha çox sevdim. Mənə elə gəldi, sizi bilmirəm. Daha sonra yenə üz yuma qolbaqları almışam. Əvvəl aldıqlarım mənə dar olmuşdu və sökülmüşdü. Ona görə yenisini aldım və burada yoxlayıram və bunlar tam oldular mənim biləklərimə. Bir də qara çanta almışam. Bu çantanın məndə oxşarı var idi. Onu çox sevirdim. Ona görə ona oxşar çanta axtarırdım və nəhayət bunu tapdım. Həm qiyməti çox yaxşı oldu, həm də ki qəşəng çıxdı və xoşum gəldi. Yəni digər çantanı da göstərəcəm sizlərə. Onu bir neçə əldə götürürdüm, köhnəlmişdi. Ona görə də yenisini almaq qərarına gəldim və bu çanta məncə tam istədiyim kimi oldu. Bu da köhnə çantamdır. Belə, abunə olun zəhmət olmasa və videolarımı bəyənməyi unutmayın. Toplam 42 manat tutdu alış-verişim və bunlardan ibarətdir. Hələlik.